Digər növ bağlayıcılar isə ziddiyyət, yəni kontrast bildirən bağlayıcılardır. Bunlar but, however, whereas, nevertheless, while, though, although, in spite of və despite bağlayıcılarıdır. Yenə də hamısında sinonimlik var. Test edərkən diqqət etməliyik ki, bunlar variantlardadırsa hər biri, məsələn but, however, whereas, nevertheless, yəni onları sinonim olduğu üçün birini düz götürmək doğru deyil. Çünki hər biri ziddiyyət bildirir, amma, lakin, ancaq, buna baxmayaraq kimi mənalara gəlir. Cümlələrdə baxaq nümunələrə yenə. Some animals eat plants, but others eat meat. However, others eat meat, whereas others eat meat, while others eat meat. Yəni bunları görürsüz, eyni bir şəkildə sinonim olaraq yazmışıq ki, hər biri bir-birinə əvəz edə bilər. Nə deməkdir? Bəzi heyvanlar bitkiləyir, amma buna baxmayaraq, halbuki digərləri ət yeyir. Burada da görürsüz ziddiyyət var. Cümlələrin tərcüməsi yenə də burada məna kəsb eləyir. Yəni cümləni biz anlamasaq, mümkün deyil ki, bağlayıcıları düzgün işlədə bilək. Məsələn, birində bitki yemək məsələsini deyir, digərində ət yemək məsələsi deyir. Bunlar bir-birinə zidd olan şeylərdir. Ona görə ziddiyyət bildirən bağlayıcıları işlətmək olar. Və though və although bağlayıcılarına baxaq. She didn't pass the exam, although she worked hard. O imtahandan keçə bilmədi. Və bir tərəfdə imtahandan keçə bilməmək məsələsi var, digər tərəfdə isə she worked hard. O çox çalışdı. Yəni bu da bir ziddiyyətdir. Ona görə də burada though və although bağlayıcılarını işlətmək olar. Although və though bağlayıcıları sırf baxmayaraq ki deməkdir. Yəni lakin, halbuki yox, baxmayaraq ki. Yəni bir şey müsbət bir şey olur, amma ona baxmayaraq mənfi bir şey alınır. Yəni tam əksi bir şey. In spite of və despite bağlayıcıları da baxmayaraq mənasından gəlir. Lakin fərqləri odur ki, in spite of və despite bağlayıcılarından sonra qəti şəkildə cümlə işlətmirik. Yenə də söz və ya söz birləşməsi gəlir. Məsələn, she didn't pass the exam in spite of her effort. Yəni, bütün cəhdlərinə baxmayaraq o imtahandan keçə bilmədi. Her effort birləşməsi gördüyümüz kimi yenə də cümlə deyil, söz birləşməsidir və bu zamanda, yəni məsələn testlərdə bu sözlərin arasında qaldıqda, məsələn variantda bizə although da verib, in spite of da verib. Bu zaman yenə diqqətli olmalıyıq ki, nöqtələrin ardıca gələn cümlələrə baxaq. Əgər o cümlədirsə, burada biz although bağlayıcılarını işlədə bilərik. Although və ya though. Amma məsələn ardıca bir söz birləşməsi gəlibsə, məsələn the weather, hava, the rain, yağış və s. o zaman in spite of və ya despite bağlayıcılarını götürürük.